Salam dostlar, bir neçə gündür görüşmürük. Xoş gördük sizləri. Bu gün də görüşməmin əsas məqsədi aldığımız bir xəbərlə bağlıdır. Deməli, bir neçə yerdən, bir neçə mənbədən məlumat almışıq ki, İlham Əliyev Avropada yenidən qətillər törətməyə hazırlaşır. Yenidən müxalifətdə olan, mühacirətdə olan fəalları, o cümlədən blogerləri öldürməyə planlayır və bununla bağlı deməli bu kriminal aləm dediyimiz bu qruplarla əlaqə saxlayıblar. Məqsəd son bir həftə 10 gün ərzində prezidentin gəlini Alyona Əliyeva ilə bağlı olan qalmaqalı arxa plana keçirməkdir. Bilirsiniz ki, Mehman Əliyev və Mehman Hüseynov bir araşdırma aparıb. Bu Alyona Əliyeva haqqında, İlham Əliyevin gəlini haqqında çox böyük səs-küyə səbəb olub, çox böyük müzakirələrə səbəb olub və bu xəbərlər, bu müzakirələr şübhəsiz ki, İlham Əliyevin imicində çox ciddi öldürücü zərbə olub. İndi İlham Əliyev bu iddiaları yalanlamaq, bu iddialara qarşı arqument səsləndirmək əvəzinə, öz fikirlərini bildirmək əvəzinə qətillər törətməyə üstünlük verir. Çünki orada Mehmanın faktlarının qarşısında çıxarılası bir fakt yoxdur. Və görünür ki, İlham Əliyev bir neçə qanlı cinayət törətməklə müzakirələrin yönünü dəyişmək və gəlinini unutturmağa çalışır. Bir neçə mənbə bizə məlumat verib ki, İlham Əliyev bu siyasi blogerlər və mühacirlərdən bir neçə nəfərin öldürülməsi üçün külli miqdarda pul ayırıb, konkret olaraq adam başına 4 milyon avro məbləğində vəsait ayırıb. Kimlərlə danışılıb məsələ? Azərbaycanın Avropada, Azərbaycanlılar ki, Avropada kriminal dairələrə yaxındılar, Azərbaycan kriminalı, Gürcüstan kriminalı və bunların da böyük əksəriyyəti Azərbaycanlılardan ibarətdir, etnik olaraq Azərbaycanlılardan ibarətdir, amma digər xalqların nümayəndələri də var bu qrupa daxil olan. Türk mafiyasına müraciət ediblər, Türk mafiyasının nümayəndələrinə müraciət ediblər və bu onlardan kömək istəyiblər və bir də bizdə olan məlumata görə Serb kriminallarına, Serb mafiyası ilə danışıblar bu adamlar. Konkret siyahı veriblər. Bu siyahının başında şübhəsiz indi Mehman Əliyev, Mehman Hüseynov gedib. Qənimət Zahid var, mən varam, Orxan Ağayev var, sonra bloger Manaf Cəlilzadə var, Elşad Məmmədov var, Məhəmməd Mirzəli var, digərləri var. Yəni ki, bir hardasa 20-yə yaxın, ümumi 20-yə yaxın siyahıdır və bizim dəqiqləşdirdiyimiz bir neçə mənbələrdən dəqiqləşdirmişik və bu siyahılar bir-birinə uyğun gəlir. Siyasi mühacirlərə, aktiv siyasi mühacirlərə, blogerlərə müraciət edirəm ki, bu müddət ərzində ehtiyatlı olsunlar, lazım olmadıqsa evdən çölə çıxmasınlar və yaxud da ki, tək çıxmasınlar. Çünki vəziyyət olduqca gərgindir, İlham Əliyev qatildir, bilirsiniz, Azərbaycandan kənarda, ölkə sərhədlərindən kənarda, Avropada, Gürcüstanda, Türkiyədə İlham Əliyev qətillər törədib. Bu ilə qədər, keçən il Vidadi İskəndərli qətlə yetirildi öz evində. Bayram Məmmədov Türkiyədə qətlə yetirildi. Hüseyin Bakıxanov Gürcüstanda qətlə yetirildi. Vüqar Rıza Belçikada qətlə yetirildi. Məhəmməd Mirzəliyə ölümcül hücum ediblər Fransada, Fransanın mərkəzində. Məni Gürcüstandan oğurlayıb aparıblar. Digər blogerləri, Ukraynadan oğurlayıb apardığı blogerlər var. Türkiyədən oğurlayıb apardıqları var. Rauf Mirgədirov xatırlayırsınızsa. Bu dəqiqə Gültəkin Hacıbəyli Türkiyədə bu qaçqınlar üçün nəzərdə tutulan kampda yerləşdirilib, onun Azərbaycan ekstradisiya edilməsi ilə bağlı məhkəmə qərar verib. Belə xaricdə olan aktiv mühacirlərə, aktiv siyasi fəallara qarşı Azərbaycan hökumətinin yürütdüyü belə terror hadisələrindən hamımız xəbərdar, hamımız bilirik. Biz onu da bilirik ki, müxtəlif vasitələrlə bir sıra hakimiyyətlərdə olan
məmurları, deputatları pulla satın alıb İlham Əliyevin xeyrinə qərarlar verirlər. Belə bir qərarlar nəticəsidir ki, Almaniyadan deportasiya olunan 6 nəfər siyasi fəal şərhlənərək həbsə atılıb. Digər ölkələrdə də belə faktlar var. Ukraynadan bu siyasi blogeri, siyasi mühaciri həbs edib aparıblar Azərbaycana. Fikrət Hüseynini xatırlayırsınızsa, Ukraynada 1 ildən artıq orada həbsdə qaldı, nəzarət altında qaldı. Azərbaycan hökumətinin sifarişi ilə tutulmuşdu. Daşqın ağaları Polşada saxlanmışdı. Yəni İlham Əliyev Azərbaycan xalqına xərclənəsi pulları xaricdə siyasətçilərə, deputatlara və s. və ilaxır adamlara xərcləyir, kriminala verir, cinayətkarlara verir ki, onun siyasi rəqiblərini, tənqidçilərini aradan qaldırsın da. Və indi də onlar İlham Əliyevin komandası, İlham Əliyevin ətrafı buna məsləhət veriblər ki, Alyona Əliyeva məsələsini gündəmdən çıxartmaqdan ötürü siyasi qətillərə əl atsın. O siyahıda özümlə varam, şübhəsiz mən Berlin polisi tərəfindən mühafizə olunuram, amma yenidən bu barədə və digərlərindən bağlı məlumat verəcəm. Eyni zamanda beynəlxalq təşkilatlara, eyni zamanda Almaniya hökumətinə, Avropa Şurasına, Avropa Birliyinin müvafiq qurumlarına, eyni zamanda Avropa polisinə, Avropa İttifaqının polisinə və təhlükəsizlik xidmətlərinə. Bu qətillər realdır, inandırıcıdır, informasiyalar bir-birini təsdiq edir. Amma İlham Əliyev də, onun əlaltıları da, onun qulluqçuları da başa düşməlidirlər ki, siyasi qətillərlə, zorakılıqla, saxta iddiamlarla hakimiyyətlərini ömrünü uzada bilməyəcəklər. Onlar tarix qarşısında cavab verəcəklər, Azərbaycan xalqı qarşısında cavab verəcəklər. Onlar öldürülmüş Elmar Hüseynova görə cavab verəcəklər, öldürülmüş Rasim Əliyevə görə cavab verəcəklər, Rafiq Tağıya görə cavab verəcəklər, Hüseyn Bakıxanova görə, Vidadi İskəndərliyə görə, Vüqar Rizaya görə, kimləri ki qətlə yetiriblər, kimləri ki həyatına son qoyublar, Mehman Qələndərli kimi insanları öldürüblər. Bu adamlara görə İlham Əliyev cavab verəcək. Törətdiyi hər bir qətlə görə cavab verəcək, öldürmüş hər bir insana görə cavab verəcək. O cümlədən şərlədikləri müxalifətçilərə, şərləyib həbs elədiyi o xanım jurnalistlərə görə cavab verəcək. Bu mübarizə fərdlər arasında gedən mübarizə deyil. Bu mübarizə İlham Əliyevlə, İlham Əliyevin rejimi ilə demokratiya, insan haqları arasında gedən mübarizədir. Bu mübarizə şərlə xeyir arasında gedən mübarizədir. Oğrularla doğrular arasında gedən mübarizədir. Heç şübhəsiz ki, bu mübarizənin sonunda doğrular, ədalət, xeyir qələbə çalacaqdır. İlham Əliyev oğrudur, İlham Əliyev qəddardır, İlham Əliyev baş kəsəndir. Amma biz haqlı tərəfik. Biz xalqın yanında duran tərəfik və Rəsulzadənin dediyi kimi insan haqlarını tutan tərəf qalib gələcəkdir. Heç şübhəsiz ki, mübarizədə də qalib biz olacağıq, Azərbaycan xalqı olacaq. Sağ olun.